Əgər həyatında xaos varsa, nə eləyəcəyini bilmirsənsə, onda bədənindən başla. Nəyə görə bədəndən? Çünki bədən həyatla əsas əlaqəndir. Sən hər şeyi bədən vasitəsilə eləyirsən. Ona görə həyatında xaos varsa, problem varsa, narahatçılıq varsa, işlərinin getməməyi varsa, bilmirsənsə nəyə necə həll edəsən, hər şeyi boş bırax. Birinci başlamalısan bədənlə. Bədənin qayğısına qalmalısan. Çünki sən bədən vasitəsilə həyatı yaşayırsan, pul qazanırsan bədənlə, hərəkət edirsən bədənlə, insanlarla ünsiyyət qurursan bədənlə, yatırsan, durursan bədənlə, yemək yeyirsən bədənlə. Sən bədənə düzgün baxmayandan sonra, bədən artıq öz ritmini itirəndən sonra sən heç nəyi düzgün edə bilmərsən. Ona görə pauza verib, sakitləşib, bədəndən başlamaq lazımdır. Bir gün, 3 gün, bir həftə bədəni formaya salmaq lazımdır. İndi hər kəsin də enerji kapasitesinə görə dəyişir, hər kəsin individualdır. Ona görə bədəndən başlamaq lazımdır. İlk növbədə nəyə başlamaq lazımdır? Az ye. Sənə yemək lazım deyil. Səhv öyrədə bilər. Ye, nə gəldi, nə qədər çox yeysən yaxşıdır. Bu heç də yaxşı deyil. Az ye, yeməyi saxlayırsan ilk növbədə. İlk işin yeməyi azaltmaq olur. İdealda interval qidalanmaya keçmək olar. İnterval qidalanma haqqında kanalda məlumatlar var. Lap bu kanalda olmasın, başqa kanallarda. Türklər soğurucu deyirlər, ruslar intervallə qaladanya deyirlər. İnterval qidalanmadan başlayandan sonra bədən artıq öz ritminə düşür. Və gündəlik gəzmək, yarım saat, 45 dəqiqə, 1 saat, 2 saat, kim nə qədər bacarır. Gündəlik, amma hər gün. Hər gün bu ritmlə gedirsən, bədəni stabilləyirsən. Ondan sonra fikirlər də düzəlir. Ondan sonra artıq yol da bəlli olur. Bilirsən ki, hara getməlisən, nə işi görməlisən və bir pauza verdiyinə görə, həm də istər-istəməz səbirli olduğuna görə bir neçə gündən sonra baxırsan ki, situasiyalar sən fikirləşdiyin kimi yox, elə öz axarında getdiyində daha gözəl alınırmış. Ona görə tamam başqa bir formadan yanaşırsan, çünki artıq daxilin təmizdir, bədənin təmizdir, düşüncən təmizdir, hissiyatın təmizdir. Səliqəli formada, daha düzgün formada öz işini qurub, planlamalı eləyib, yəni addımlar ata bilərsən və həyata davam edə bilərsən. Ondan sonra yol özü gələcək. Uğurlar.